söz yaradıcılığı bölməsini keçirik. Söz yaradıcılığı. Problemə yazır. Uşaqlar, ardından bəllidir ki, bu bölmə nəyi öyrənir? Sözlərin yaranma yollarını öyrənir. Sözlər hansı yollarına yaranır, necə formalaşır, yəni dilimizə gəlib necə satılır. Sözlərin yaranmasının iki üsulu var, yaranma yolları. Uşaqlar, birinci morfoloji üsuldur. Sintaksis. İkinci də uşaqlar sintaktik üsuldur. Biz bu üsulları qabaqda sifətin dərəcəsində də keçirik, xəbəriniz olsun. Azaltma və çoxaltma dərəcəsi. Onlar da iki üsuldan yaranır, morfoloji və sintaktik. Bizə test düşsək ki, morfoloji üsulu necə tapırıq, sintaktiki necə tapırıq? Morfoloji deyəndə ağlımıza leksik şəkilsi gəlməlidir. Bax, qrammatik yox, hansı şəkilsi leksik. Bir sözdə də kök və leksik şəkilsi varsa, o söz müntəməcə söz hesab olunur, düzəltmə sözü hesab olunur. Onda morfoloji üsul deyəndə biz hansı söz axtarmalıyam, quruluşca düzəltmə axtarmalıyam, belə uşaqlar. Amma sintaktik deyəndə uşaqlar sözlərin birləşməsidir. Sözlər birləşəndə köklərdir da. İki dənə kök varsa avtomatik o necə söz olur, mürəkkəb söz. Onda sintaktik üsula necə söz axtarmalıyam, mürəkkəb söz. Uşaqların ən çox problem yaşadığı nədir? Bu kitabxanadır, hüquqşünasdır, nə bilim, ədəbiyyatşünasdır. Gedib onları şey götürürlər, bundan götürürlər, sintaktik götürürlər. Orada şünasdır, nə bilim, kitabxanadır, şəkilçidir, yəni vətəndaşdır. Deyir, daş müəllim sözdür. Daş normalda dilimizdə hər müstəqil söz var. Amma orada vətəndaş şəkilçi funksiyasını yetirir. Məsələn, xana deyir, həqiqətən dilimizdə söz var da, ki, xana, yəni damın mənasında. Amma kitabxanada orada xana şəkilçidir. Ona görə biz onları nə götürməliyik? Bununla morfoloji üsulu götürməliyik, diqqətli olalım. Yəni, onlar sintaktik üsul hesab edilmirlər. Bir məsələdə nəyə fikir verirəm? Bayaq mən dedim ki, morfolojinin sintaktik sifətin dərəcəsində də var, azaltmada var, çoxaltmada var. Problem nədir? Burada biz hansı şəkilsiyə baxırıq? Leksik şəkilsiyə. Amma sifətin azaltma dərəcəsinin şəkilsiləri qrammatik şəkilsidir. Orada morfoloji üsul deyil, avtomatik nəyə baxmalıyım? Qrammatik şəkilsiyə. Siz bir dənə şəkilsi temasını yadda saxlayın ki, morfolojide nə olur uşaqlar? Şəkilsi ilə düzəlir. Sintaktik nə ilə düzəlir uşaqlar? Sözlə düzəlir. Və sözlər də quruluşuna görünür. Bölünürlər neçə yerə? 3 yerə. Elə ikisini yazmışam. Demək, sadə sözlər var, düzəltmə sözlər var, mürəkkəb. Bir kök və qrammatik şəkilsi varsa, olmaya da bilər, qrammatik, yəni nümunə olaraq deyirəm. Kök və qrammatik şəkilsi varsa, sadədir. Kök və leksik varsa, düzəltmədir. 2 dənə kök varsa, bu nədir uşaqlar? Mürəkkəb. Bir də ön şəkilsi məsələsi var. O da düzəltmə hesab olunur. Yəni, leksik şəkilsi, leksikdə fərqi var mıdır? Kökdən əvvəl gəlsin, sonra gəlsin. Yəni, sözün əyini dəyişir, mənasını dəyişir də. Məsələn, bivəfa da düzəltmədir, vəfasız da düzəltmədir. İkisi də eyni anlam ifadə edir. Və bir məsələdə nəyi fikir verməliyik biz burada? Bizə belə bir sual verə bilərlər ki, bir sözün leksik şəkilsi varsa, o mütləq düzəltmədir. Bu fikir səhvdir. Mürəkkəb də ola bilər. Leksik şəkilsi söz həmişə düzəltmədir, yenə fikir səhvdir. Nəyə görə? Çünki Cansun dediyi kimi söz mürəkkəb ola bilər. 2 dənə kök varsa, istəyir ondan sonra 100 dənə leksik şəkilsi olsa, fərqi yoxdur. O avtomatik nəyə getməlidir? Mürəkkəb söz getməlidir. Yəni, prinsip nədir? 2 kök varsa, mən ona götürməliyəm, ondan da reş baxmağa ehtiyac yoxdur. Bu avtomatik mürəkkəbdir. Amma hər kök varsa, bir dənə də olsa, leksik varsa, avtomatik onu nə götürməliyəm? Düzəltmə. Leksik yoxdursa, eləcə bir dənə kök varsa, 100 dənə qrammatik varsa, fərqi yoxdur. Yenə quruluşuna görə nə gedir? Sadə gedir, diqqətli olalım. Sonra dedik kök və qrammatik sadə, kök və leksik düzəltmə, 2 və daha artıq kök nədir uşaqlar? Mürəkkəb. Bir də prefiks və sufiks var, infiks var. İngiliscə də bilirsiz də, prefiks ön şəkilsidir, sufiks son, infiks isə iç, yəni daxildə olan şəkilsidir. O ingiliscə düşər, bizə düşməz. Amma hər ehtimala yenə də deyirəm ki, beynəlmə sözünü biləsiniz də, birdən termin kimi qabağınıza çıxar. Sonra gəldik nəyə? Şəkilsi məsələsi. Şəkilsilər 2 yerə bölünür. Bax, birinci şairlərini göstərim. Yuxarıdan belə göstərirəmsə bu kökdür. Sözün ayrıqda işlənə bilən, müstəqil mənə ifadə edən hissəsi nədir? Kök. Ayrıqda işlənə bilmirsə, müstəqil mənası yoxdursa nədir uşaqlar? Şəkilsi. Bölünür 2 yerə. Bu leksik şəkilsidir, bu qrammatik. Bir də qrammatik şəkilsiyə qədər olan bir hissə var. Başlanğıc forma. Başlanğıc forma. Onun işarəsi kökün nə idi? Tam əksidir. Yəni, başlanğıc formada hansı şəkilsi olmur? Qrammatik olmur da. Amma istisnamız var. Gəlin deyim, hansılardır? 4 dənə şəkilsi var. Yildir, daçıdır, bir də çı və sızdır. Deyir, bu şəkilslər olanda qrammatik başlanğıcı daxil ola bilər. Bu necə baş verir? Məsələn, yazılan əmindir. Elə sözün kökü nədir uşaqlar? Əmindir. Burada bu nədir uşaqlar? Məsuliyyət, qrammatik. Gil nədir? Leksik. Mən məcburam leksik nəyin içində deyim? Başlanğıcın içində. Bu leksikdən dərədə nə var? Bir dənə qrammatik. Onda məcburam hamısını birlikdə nə götürüm? Başlanğıc forma götürüm. Bax, diqqətli olalım. Yaxşı. Sonra bu leksiklə qrammatik. Bu nədir? Leksik şəkilsi sözün mənasını dəyişir. Qrammatik şəkilsi sözün formasını dəyişir. Buna deyilir söz düzəldici, yəni yeni mənalı. Buna deyilir söz dəyişdirici, yəni sözün nəyini dəyişir? Formasını. Bunlar 1, 2, 4 cür yazılır. Bu isə 2, 4 cür yazılır. Niyə bir cür yazılmır? Ona görə ki, bir variantlı şəkilsilər Azərbaycan dilində alınma şəkilsilərdir.
Qrammatik şəkillərin ümumiyyətlə alınması heç vaxt yoxdur. Bax, bütün qrammatik şəkillər, burada bütün sözün istifadə edirəm. Bütün qrammatik şəkillər necə şəkillər uşaqlar? Milli şəkillərdir. Onlar neçə cür yazıldılar? 2 və 4 cür yazıldılar. Gəlin sayın, hansılardır qrammatik şəkillər? İsim bölməsində cəm şəkilçisi var. Larlər nədir? Qrammatik. Mənsubiyyət şəkilləri, mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Hal şəkilçisi. Sonra şəxs şəkilləri var. Mən həkiməm, am, həkimsən, sən. Həkimdir, dırısıdır, həkimik, həkimsiniz, həkimdirlər. Qrammatikdir. Cansunun dediyi H şəkilçilər. Inısıdır, iyəlikə. A-ə, yönlükə. I-sıdır, təsirlikə. Dadə, yelikə. Dandə, çıxışlıqə. Nədir? Qrammatikdir. Bu isimdə olan qrammatiklərdir. Sifətdə qrammatik ancaq dərəcə şəkilçilərdir. O da azaltmadadır. Hansılardır? Imtıldır, ımtıraqdır, ımsovdur, şındır, raqdır, rəkdir, yalnızdır, bənizdir. Qrammatik. Sayda qrammatik yoxdur, əvəzdə qrammatik yoxdur, zəftdə qrammatik yoxdur. Bir dənə feil də var. Mamə inkarı şəkilçi, o gün qrupun keçinə də demişdim, qrammatik şəkilçidir. Sonra məhməş məsəl şəkilçi qrammatikdir. Dıq plus mənsubiyyətdir, asıdır, azaqdır, malıdır, muşdur, an, feil, sifət qrammatikdir. Feil bağlama, dıqca, dıqda, arkən, mamuş, madan, ıb, ara. İndi qabaqda keçəcəyik, amma yenə bunların hamısı nədir? Qrammatikdir. Sonra təsviflənən feillər, əmr, xəbər, lazım, vacib, şərt, arzu, əsi, vacib, malı, məli, şərt, sasə. Sonra başqa nə var idi orada? Hansı nə var? Zaman şəkilçiləri. Əmr şəkilçisi yoxdur. Xəbər deyəndə ağlıma nə gəlir? Zaman. İndiki zaman ır, şuidi keçmiş dövi, nəqli keçmiş mışla, sonra gəldi gələcək, acaq əcək, geri gəldi ar. Bunların hamısı necə şəkilçilərdir? Qrammatik şəkilçilərdir. Yəni biz bunları bilsək, yerdə qalan şəkilçilərin hamısı təbii ki, nə olacaq? Leksik. Və mən sizə bir şey verdim. Feillərdə leksik şəkilçisini tapmağın asan bir yolu var, mahmək şəkilçisi. Əgər istənilən bir şəkilçisini tutmaq istəyirəm ki, görəsən bu leksik yoxsa qrammatikdir. Ondan sonra mahmək yardım. Məsələn, birini göstərim. Gözlə sözü. İndi sözün kökünədir uşaqlar. Gözlə ilə, göz vasitəsilə gözləyirik. İndi bu ailənin leksik və qrammatik olduğunu hardan tutur? Gözləmək. Artırın görək, gözləmək. Artıra bilirəm. O demək ki, nədir uşaqlar? Leksikdir. Artıra bilirsinizsə leksikdir. Artıra bilmirsinizsə qrammatikdir. Məsələn, deyirəm gəzir sözü. İndi bunu artırın görək uşaqlar. Gəzirmək olmur. Gəzirmək olmur. Sözün kökü gəz. Onda burada nədir? Qrammatikdir. Artıra bilirəmsə leksikdir, artıra bilirəmsə qrammatikdir. Bu qayda özünü ancaq feil kateqoriyasında göstərir. Başqasında yox. Burada diqqətli olaq. Sonra test oludu nə ilə? Lanla, laşla. Lapidus şı və lapidus n məsələsi var. Bu necə alır? Yenə mahmək məsələsidir. Ladan sonra mahmək artıramsa la ilə n necədir? Ayrı gedir. Artıra bilmirəmsə laş bir gedir. Məsələn, deyirəm, salamlaşmaq. Salamlamaq deyə bilirəm. Onda necədir? La ayrıdır, şı ayrıdır. Amma dostlaşmaq sözünün dostlamaq sözü yoxdur. Ona görə laş nədir? Birdir. Sonra landa, məsələn, bir dənə söz deyim, alan olan bir söz deyim. Nə deyim? Ayaqlanmaq. Ruhlanmaq. Ruhlanmaq sözü yoxdur. Ona görə lan bir gedir. Amma Canson dedi, ayaqlanmaq sözündə ayaqlanmaq vardı, əzmək. Onu da bu arada iki cür düşünmək olar. Ayaqlanmaq biri var, ayaqlanmağı, ayağa qalxmaq. Onda lan bir gelir. Çünki ayaqlamaqdan düzəlmir də, ayaqdan düzəlir. Amma nəyisə torpağı ayaqlamaq deyirəmsə, onda bax budur, lapidus sınırdır. Yəni o da iki başlı sözdür. Yəni cümlədə yer mənasına görə baxın, görün hansı mənada verir. Sonra gəldim nəyə? Bir variantı dedim, bayaq nədir? Alınmadı. Amma istisnalarımız var. Bir cür yazan millilərimiz var, hansılardır? Gildir, laqdır, sardır, soğuqdur, şındır, daşdır. Gil, laq, sar, soğ, şın, daş. Bunlar nədir uşaqlar? Bir variantlı milli şəkilçilərimizdir. Daş yazdım belə. İstisnadır. İstisna bilirsiniz ki, ilə bir qaydanı pozmur. Sonra keçir aldım, kök dedim, şəkilçi dedim, başlanğıc forma dedim. Orada bir də qaldı bitişli izin məsələsi. Deyək, bir dənə söz saitlə bitərsə, ona saitlə başlayan şəkilçi artıranda, məcburən iki dənə saitlə arasında bir dənə neyini, samit yerləşdirirəndə, o samitle nə funksiyası yerinə yetirir, bitişli izin funksiyası yetirir. Biz onu Yunus sözünə saxlamışıq, yadınıza gəlirsə. Yunus'u. Nığı, bir dənə idi, sıydı. Əlavə kitabda olmayan bu naşıdır ki, testlərdə düşür. Bu da iki dənə sözdə idi. Suvarmaq sözündə bu idi, suvarmaq. Araşdırma sözünə də hansı düşər? Şıdır. Araşdırmaq. Araşdırma da düşər, yəni mən feil kimi deyirəm. Sözün kökü ara, şı bitişdirici, dır leksik, maq qrammatik. Su sözün kökü, bu bitişdirici, ar leksik, maq qrammatik. Bu ikisidir. Bu yığınısı da. Yığını biz hansı sözlər idi? O milli sözlərimiz var idi, tezdə də qabanımız. Suya, mənfəyi. Su, mənbə. Suyla nə milli idi? Mövqe, mənafi, mənbə, tali, mənşə. Onlar mənsubiyyətə görə dəyişikliklərdən istifadə olunurdu. Bitişdirici, yığan. Bunu da ki, məsələn, deyirəm ki, tutaq ki, bacını, elə sözün kökü bacı, bunu bitişdirici, ıda nədir?
mənsubiyyət şəkilçisi. Sonra S da dedik, S da atası, çantası, S ordinali bitişirici. Bir də nizami sınavda bu test oldu, qabağınıza çıxa bilər, buraxılışda da düşə bilər. Sualın şərti belədir ki, deyir hansı cümlədə bitişici sami öz funksiyasına fərqli funksiya yerinə yetirir. Bu nə deməkdir? Normalda bitişici Samitdən saytı bağlayır. Saytla saytı bir-birinə bağlayır da elə. İndi elə bir şey tapalıyam ki, ya saytla samiti bağlasın, ya da iki dənə samiti bir-birinə bağlasın. Məsələn, ondan sözü var, ondan. Sözün kökü nədir uşaqlar? Deyin görün. Odur. Burada nədir uşaqlar? Bitişdirici. Dambəndə şəkildir, qrammatik. İndi burada saytla nəyi bir-birinə bağladı? Samiti. Demək, bu bitişdirici öz funksiyasına fərqli funksiya yerinə yetirir. Məsələn, qaranlıq sözü. İndi bunu siz deyin. Qara. Sözün kökü qara. İndi burada nədir uşaqlar? Bitişdirici. Refleksi. Yenə aynı anlığını bir-birinə bağladı. Demək, bitişdirici öz funksiyasına fərqli funksiya yerinə yetirdi. Güvənli sınavında da çox sayılır, Nizami Hüseynoğlu sınavında da çox sayılır, imtihanda da bu deməkdir ki, düşə bilər. Yəni, o şərt verilirsə, bunlardan birini axtaracaqsınız. Yaxşı, gedib suyu sözü, atası, çantası götürsəz, desəz ki, burada bitişdirici var. Onda sizin cavab təbii ki, nə alacaq? Yanlış olacaq, diqqətli olmaq lazımdır. Bir də söz yaradıcılığı bölməsində eyni köklü sözlər var. Hansı ki, bizim ən çox, belə deyək də, problem yaşadığımız uşaqların çətin çəkdiyi mövzudur. Uşaqlar, bir sözün eyni köklü olduğunu tapmağın 4 dənə qaydası var. Hansılardır? Eyni hissəsi. Birinci adından bəllidir ki, köklər nə olmalı uşaqlar? Eyni kök olmalıdır. İkinci uşaqlar, quruluşuna görə mütləq düzəltmə olmalıdır. Bax, nə? Sadə ola bilməz, nə də mürəkkəb ola bilməz. Uşaq bir dənə sual vermək, mürəkkəb ola bilərmi? Sadədən başa düşdüm olmur. Mürəkkəb ola bilməz. Mən yazmışam ki, quruluşca ancaq necə olmalıdır? Düzəltmə olmalıdır. Üçüncü məna bağlılığı olmalıdır. Nə olmalıdır? Məna bağlılığı. Dördüncü də omonimlər kimi eyni ola bilər, bir də müxtəlif hissəsi ola bilər. Bu cəhətdən omonimlərə bənzəyir. Amma yadda saxlayın. Kökü omonim olan söz heç vaxt eyni kökü olmur. Niyə? Kökü omonim o demək ki, o mənalar tamamilə nədir? Fərqlidir. Mən də bura nə yazmışam? Məna bağlılığı olmalıdır. Ona görə mən onu omonim götürə bilmərəm. Məsələn, hər il yazırıq, bu sözlərimiz var idi, ov sözünə bağlı olan. Məsələn, 1 ovcudur, 2 ovlaqdır, ovlaq, 3 ovlardır, üstə 3 yazım, ovlar. Sonra 4 ovmaqdır, ovmaq. Sonra 5 ovutmaq yazaq, ovutmaq, ovutmaq. 6 ovuntu yazaq, ovuntu bəs eləyər. İndi gəlmə baxaq. Birinci sözün kökü nədir? Ov. Ç burada nədir? Uşaqlar, leksik. Düzəltmədir var və söhbət nədən gedir? Bu getdiyimiz ovda, məsələn, meşəyə ova gedirik. Düzəltmədir. Ovlaq, sözün kökü ovlaq, leksik. Ovlaq da ovun ovlandığı nədir? Ərazidir. Bununla bu hələ ki nədir? Eyni kökü də mənə bağlılığı var. Ovlar, larlər qrammatik. Demək, bu necə sözdür? Sadə, sildim. Makməş qrammatik. Demək, necə sözdür? Sadə, sildim. Mənə bağlılığı bəlkə də var, amma heç mən ona baxmıram. Bir dənə sadəsi avtomatik onu eləməliyəm, silməliyəm. Ovutmaq. Birinci sadə sözdür, o bir yana qalsın. İkinci heç mənə bağlılığı yoxdur. Ovutmaq nə deməkdir? Təsəlli etmək deməkdir. Getdi. Ovuntu da qırıntıdır. Elə, sözün kökü ovdur, ıntı nədir? Leksikdir. Olmağına düzəltmədir. Amma məna bağlılığı yoxdur. Bunu da sildin getdi. Onda bir dənə iki nəyim uşaqlar eyni köklüymüş. Başa ki, sənətlər tapdın. Mənə bu 4 dənə qayda heç lazım deyil. Mənə lazım olan bir bu 2 daha uşaqlar. Bir də bu 3-dür. 2-yə 3-lə mən tuturam ki, o söz eyni köklüdür mü, yoxsa eyni köklü deyilmi? Mütləq birinci quruluşuna baxın. Quruluşdan caz elə olur, əksərən heç mənəyə baxmadan cavab çıxardırsın. Çünki əksərən rəqəmlər verirlər ki, uyğunlaşdırmada. Yox, əgər gördün ki, 3-4 dənə şey qaldı, onda o mənaya da var. Artıq mənaya keçidir. Məna bağlı, yoxsa avtomatik siz cavabını çıxacaq ki, biləcəksən ki, orada artıq eyni köklü hansıdır. Dərsimizi başa düşdük, dərsimiz oldu söz yaradıcılığı. Bir də nəyi yadda saxlayırıq? Bu mürəkkəb sözlərin yarama yollarını demədim. Bu mürəkkəb sözlər həm bitişik yazır, həm ali yazır, həm də defisdə yazır. Yaxın mənasıdır, əks mənasıdır, eyni sözün təkrarıdır, bir artıq yaşana bilməyəndir, Cansu'nun dediyi kimi defisləndir. Amma müxtəlif mənalıdır, bitişdiricilərdir, ikisi sadə, biri düzəltmə, biri sadə, ikisi də düzəltmə olanlar yenə necə müxtəlif gedir də, hamısı onlar necədirlər, bitişiklər. Ailə yazan da bizə dənə zərflərdə var, əsas nüqtəsində bir dənə zərflərdədir. Məsələn, bugündür, hər andır, hər zamandır, keçən ildir, bunlar necə yazılır? Ailə yazılan mürəkkəb zərflərdirlər. Dərsimiz bu qədər. İyi gün aşırdır. Dayanır.